Ruslar Təbrizi necə işğal etdi? 1905-1911-ci illər arasında İngilis və Rusların oyuncağı halına çevrilmiş İranda məşrutə inqilabı başlamışdı. Həmin inqilab ki, Səttarxan rəhbərlərindən idi və Rəsulzadə də onları dəstəkləyirdi. Üsyan fədailləri 1909-cu ildə şəhərdə olan rus döyüşçülərinə hücum edərək Təbrizi təmizlədilər. Bununla da Çar İrana böyük bir qoşun göndərdi. Rəşt və Ənzəlinə ağır döyüşlərlə işğal etdikdən sonra Təbrizə yaxınlaşdılar. Təbriz əhalisi üsyançılara qoşularaq silaha sarılıb işğalçılara qarşı vuruşmağa başladı. Təcrübəsizlik səbəbindən Təbrizlilər ağır itkilər verirdi, lakin itkilərə baxmayaraq müqavimət soymurdu. 2 gün rəşadət göstərən Təbrizlilərin müqaviməti təəssüf ki, 3-cü gündə qırıldı. Ruslar Təbrizi bir neçə gün top atəşinə tutdular. 10 Məhərrəm günündə isə kütləvi şəkildə edamlara başladılar. Mənbələr qeyd edir ki, Aşura günündə 1200-dən çox nəfər asılaraq edam edildi. Abunə olun ki, digər videolarda qarşınıza çıxsın.